Nəsiminin ki, o şəhid eləyirlər ha. Şəhid eləyəndən sonra Nəsimini həmin günü şəhid olub, həmin günü ərəb darvaza var, Hələbin darvazası var, çıxan küçə şəhərin. Bir ərəb görüb ki, Nəsimin qanı içində şəhid olub, qanı içində çıxır bayra. Bu çox bir təsirli bir hadisədir, bunu yazırlar. O da onun kəramətindən asılıdır ki, Nəsiminin yəni ki, bir övliyalığı olub, övliyalığı. Çıxıb, baxıb, deyib, bunu şəhid elədilər, axı, bunu öldü bu, öldürdülər bunu. Ancaq qanı içində çıxıb, deyib ki, sən öldürdülər sən axı, səni öldürdülər, o deyir, məni şəhid elədilər. Deyir, burada nə edirsən? Deyir ki, sən ərəbsən, bilmirsən, və la təqulu limən yuxtəli fi səbilillah ənvat bələhya və lakin la təşvurun. Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər. Mən şəhid olmuşam, mən diriyəm. Sən bunu yaxşı bilməlisən ki. Sonra deyandı, deyir, nə üçün sən burada peyda oldun indi? Deyir, ona görə peyda oldum ki, eşitdim mənim şəhadət xəbərim Azərbaycana çatıb. Azərbaycandan köməyimə, yəni imdad, bunları qarşılamağa çıxıram. Gör, nə qədər Nəsimi vətəninə, torpağına bağlı bir insan olub. Bu onun ecazıdır. Mən özüm oxumuşam bunu ya.